Hay, hər vaxtınız xeyirli olsun. Saat 2 tamam. Ölkənin 6 televiziyasında, Region TV və 5 bölgə televiziyasında ailə sağlamlıq proqramımız olan Yaşamaq Gözəldir başladı. Hər vaxtınız xeyir olsun. Yaşamaq Gözəldir izləyirsiniz və yaxın 1 saat yarım ərzində efrimizdə nə görəcəksiniz? Əgər qısa bir arayış almaq istəyirsinizsə, ekrana yaxın əyləşin çünki anonslarımızı izləyəcəksiniz. Ardından isə ilk qonağımızı studiyamıza dəvət edəcəyik. Və qeyd edim ki, bugün bizim bu yardım kampaniyamızla bağlı, Nəriman Məmmədova yardım kampaniyamızla bağlı ətraflı məlumat da verəcəyik. Bu kampaniyanın gedişatı barədə söhbət edəcək. Odur ki, gəlin anonsları izləyək. 1 saat yarım ərzində burada nə olacaq biləsiniz, sonra davam edək. Anonslar. Ailə daxili münaqişələr, bunun uşaqlara təsiri. Məşhur psixoloq studiyada olacaq. Beləliklə növbəti qonağımız studiyaya təşrif buyurur. Şəbnəm Sadıqova, psixoloq. Buyursun. Hoş gəldiniz. Çayla gəldik. Qaynar çayla gəldim. Hoş gəldiniz. Dağılmamaq üçün ehtiyat eləyirdim. Xoş gördük. Nə deyirsən, üşümüsünüz bir bala? Çox sağ olun. Havalar soyudu. Yaxşılıqdır, üşümək xaricində. Hər şey yolundadır. Bu özü də bir müalicəsi olur. Biz yeni tədbiq edirik bunu. Qonaqları üşüdürsünüz, sonra efirə çıxardırsınız. Elə şey yoxsa belə davam edəyim? Necə məsləhətdir? Ailə daxili problemlər. Daha çox üşüyür. Ayaq üstə. Ailə daxili problemlər. Və bunun uşaqlara təsiri. Ümumi mövzu budur. Ancaq bunun bir neçə yolu biz parçalayıb da söhbət edəcəyik. Gəlin başlayaq. Başladıq. Ailə daxili problemlər uşaqlara müsbət yöndə təbii ki, təsir eləmir. Mənfi yöndə təsir. Amma valideynlər nə etsinlər ki, bu problemləri də indi problemsiz yaşamaq olmur. Problemi də həll eləsinlər. Mən deyim. Uşaqları da təsir eləməsin. Mutfaqa. Ay sağ ol. Qəbul olunmuş bir şey var. Mətbəxə çağırırlar. Mətbəxə. Ki, gəl, söhbət var. Mətbəxə Gəbran. Söhbət nə yerdəydi? Çox geniş mövzudur, amma siz sualı verməklə çox da araşdırdınız bunu artıq. Yəni birbaşa uşağa yönləndirdiniz. Əvvəla ailə daxili münaqişələr olmasa yaxşı olardı, amma mümkün deyil. Yəni ideal bir ailə şəraiti İnsan varsa problem var. Fəlsəfi bir çıxarış idi bu, amma həqiqətə uyğundur, yəni Sona xanım. Valideynlər mümkün qədər aralarındakı münaqişəni, aralarındakı problemi ki, hansı ki çözə bilmirlər, ikisi ayrı fikir sahibidir, uşağa bunu yansıtmasınlar. Yəni uşaq onsuz da, yəni tutaq ki 5 yaşı var, 10 yaşı var, amma olduğu yaş qədər dünya ilə tanışdı, insanlarla tanışdı və üstəlik də buna hələ tam anlamadığı bir şeylərlə yüklənmək, yəni uşağa aşırı yüklənmiş olacaq, yəni çox stres yaşamağına səbəb olacaq. Ona görə də valideynlər çalışsınlar ki, əvvəla problem situasiya ki var, onu münaqişəsiz həll eləsinlər, yəni bu mümkündür. Dil var, ünsiyyət vasitəsidir, söz bazası var. Bir məsələ var, amma psixoloq deyil. Bu da var. Amma vacib də deyil psixoloq olmaq. Yəni mümkün qədər bu xarakterdən də asılıdır və hadisələrə yanaşma meyilliyi ilə asılıdır. Ona görə valideynlərə məsləhət görərdim ki, yaxşı, problem var, çözməyə çalışırlar, bunu davadan kənar çözsünlər. Bizim səs rejissorlarımız deyirlər ki, zəhmətsə o nə? Mən düşünürdüm kifayət qədər yüksək səslə onunla danışıram, amma deməli kifayət deyilmiş. Bizim texniki vasitələrimiz yəni buna imkan vermədi. Çox təəssüf. Yəni valideynlər mümkün qədər ünsiyyətlə çalışsınlar, sözlü ünsiyyət, yəni əl, qol, yəni qeyri-verbal dediyimiz, yəni qaş, göz hərəkətlərlə yox. Bir problem situasiyadır, yaxşı, məsələ nədir? Maddiyyat götürək. Biraz evdə çətinlik var, amma tələblər çoxdur və bu hər gün evdə qırğına səbəb olur. Dava dalaşla çözmək mümkün deyil, mehribançılıqla çözmək mümkün deyil, məntiqi iş əsasınlar. Yaxşı, uşaqlara necə təsir var bunun? Uşaqlara həddindən çox, hətta bizim təsəvvür etməyəcəyimiz qədər mənfi təsirləri var. Və bu, təəssüf ki, uşağın həmin yaş dövründən sonraki illərə də təsir eləyir və bunu çox valideyn təəssüf ki, nəzərə almır. Çox təəssüf ki, nəzərə almırlar. Yəni, məsələn, davadır,
ata-anaya qarşı şiddət tətbiq eləyir və yaxud da əksinə, yəni ana ataya şiddət tətbiq eləyir. Yəni gender problemi olmasın deyə ikisini də nəzərdə tutun. Və uşaq bunun şahidi olur. Onun özünə inanma aşağı enir, ilk növbədə depressiyaya girə bilir. Uşaqların bəzilərində aşağı yaş qrupasına məsələn özünü günahlandırma başlayır. Mənim səbəb oldum mamamgilin belə eləməyinə, yəni mənim günahkaram, mənim üzümdən baş verir bütün bunlar, mənim doğulmağım mı ailəyə söz-söhbət gətirir. Yəni uşaqlar valideynlərin çox işlətdiyi bir söz var. Əşə o balacadır, başa düşməz. Bizdən də yaxşı başa düşürlər onlar ətrafda baş verənləri və təəssüf ki biz başa düşürük, amma uşağa həmçinin də təsir eləyir psixoloji. Və ən birinci özünə inam əksikliyi ilə, enməsi ilə başlayırsa bu özünü əgər məktəbə qədər yaş dövründə problemlərlə üzləşibsə uşaq, məktəb yaşı dövründə artıq dərslərində geriləmə, anlamada çətinlik, qrup, sinif yoldaşlarla ünsiyyət çətinlikləri, müəllimlərlə bağlı qorxular, təşvişlər. Ondan sonra bu davam eləyir insanlar arası münasibətlər sisteminin də pozulmağına və gəldi çıxdı oldu 25 yaşında bir cavan oğlan və yaxud da gözəl bir xanım nə olur? Manyak. Yox, o dərəcədə də olmaya bilər, əgər psixiatri bir yatqınlığı yoxdursa buna. Amma gəlir olur asosial birisi məsələn və yaxud da çox kompleksli biri, özünü heç yerdə təsdiq eləyə bilməyən, motivasiyası çox aşağı olan, evlilikdən qorxan, qaçan və evlənsə belə gözləntiləri çox neqativ olan, bu mövzunu o qədər sizə saya bilərəm ki, yəni məsləhət olaraq hamısını şahid olmuşam. Təsəvvür eləyə bilirsiniz onda real, yəni təcrübədən. Bir misal gətirə bilərsinizmi hər hansı bir anonimliklə bir ailəni? Çox misallar gətirə bilərəm. Məsələn, bir məqam ki, ailədə tutalım ana ilə ata vaxtilə boşanmaq istəyiblər. Amma boşanmayıblar reallıqda, yəni davam eləyir, yəni illər üzərindən keçsə də. Bu, hal-hazırda o gənc ana və atanın, belə deyim, vaxtilə boşanmaq istədiyini çox pis xatırlayır. Və hətta belə deyim ki, hətta onlara qarşı kinlə qarşılayır ki, bizə o vaxtı elə bir, belə deyim, zərbə vurdular ki, deyir, biz otururduq, fikirləşirdik ki, 2 uşaq var ailədə və deyir, oturub özümüz müzakirə edirdik, sən qalacaqsan anayına, yoxsa mən qalacam. Hətta deyir, kənarda heç onları xəbəri olmadan biz fikirləşirdik, bölüşürdük ki, ata sənin, ana mənim. Deyirdik, yox, belə bilmirdilər. Bəli, hətta elə bilmirlərmiş ki, ya ikisi də bir tərəfdə, ya ikisi də bu tərəfdə. Yəni, hətta kiçik yaşlarında bir uşaqların bu müzakirəsi böyük bir şiddətdir. Çox şiddətli bir məqamdır. Yəni, mən onu göz önümə gətirəndə ki, balaca uşaqlar oturub bunu müzakirə edirsə, artıq bunların gələcəyinə necə təsir edəcəyi. Mən birdən, belə deyək də, bir fikrim var. Bu çarə də ola bilər. O bilsin, psixologiyada bir yeni də ola bilər. Məsələn, böyük adamları ağlandırmaq çətindir də. Gəlin, belə deyək. Tərbiyələndirmək çətindir. Tərbiyələndirmək çətindir. Artıq bunlar oturuşublar, bu xasiyyətləri də oturuşub, bunlar dəyişmək olmaz. Bəlkə psixologlar və ümumiyyətlə bu sayının pediatrlar, ümumiyyətlə bu sayda işləyənlər, bəlkə uşaqlarda dözümlülük funksiyasını formalaşdırsınlar ki, yəni məsələn evdə qırğın-qəmmət də olsa uşaq vecini almasın. Gəlin biraz bir orta tərəfə gələk, yığışmışıq hamımız deyə. Amma çətindir. Sanki mövzu biraz sıxdı bizi divara tərəfə. Yəni belə eləmək olar ki, məsələn valideynlərlə alınmır, valideyn qırır bir-birini, hər gün dava qırğın, amma uşaqlarda deyəsən həll olundu texnik. Həll olundu, onu mənə deyin, qonağa deməyin, çox xahiş edirəm. Yəni bizə siz bu bəs eləyir. Deməli, bu problemləri eləmək olar ki, uşaqlarda xüsusi bir davranış biçimi yaratmaq. Yəni eləmək, uşaq vecini almasın valideyn. Amma bunu bütün ailələrdə etmək mümkün deyil. Çünki ətrafımızda metroda gedirik, 2 nəfər dalaşırsa bu bizə təsir edir. Yəni özümüzü heç də sığortalaya bilmərik. Məsələn, maksimum soyuqqanlı eləməkdə uşaq. Maksimum soyuqqanlı eləmək ən birinci ana və ataya bağlıdır. Yəni əgər valideyn məsələn uşağı ilə davranmağı bacarırsa, valideyn uşağının yanında öz xanımı ilə və yaxud da əri ilə davranmağı bacarırsa, onsuz da uşaq nəyisə anlayacaq. Yaxşı, boşanma var, çıxılmaz vəziyyətdir, bir-birlərini artıq təhammül eləyə bilmirlər. Uşağı bunu izah eləsin. Yəni, sənlik bir şey yoxdur burada, sən günahkar deyilsən. Yəni, insanlar ayrılar da küsərdə. Mən inandırım sizi necə izah edəcəklər. Mamalar deyəcəklər ki, sənin bir şey yoxdur, atamlıq damısı. Atalar deyəcəklər, sənin bir şey yoxdur, mamanlıq damısı. İstifadə eləyirlər, boşanma situasiyasını bu çox pis travma ilə nəticələnir. Uşaqdan çox pis istifadə eləyir. Qarşı tərəf
tərəfi cəzalandırmaq Məncə üçün. biz bir şey unuduruq ki, həm ana, həm ata belə deyim ki, övlad üçün müqəddəsdir. Və biz onların arasında hansısa bir seçim qoyanda artıq bu ona çox pis təsir edir ki, Böyük bu bir sarsıntı. böyük bir belə deyim ki, o insanları gözündə ən yaxşı, ən güclü, ən saf, Yəni belə onların deyim, ideallarını biz bəli, məhv onların edirik, idealıdır. Amma biz belə deyək, ideallar arasında seçim qoyanda artıq uşaqda böyük bir travma yaradırıq ki, ata və ana necə ola bilər bunlar arasında seçim? Çox üzr istəyirəm ki, söhbətə dəxli yoxdur, amma mən bir məsələni vurğulayım. Deməli, əgər bizə hal-hazırda canlı efirdə bağlamaq istəyirsinizsə, nömrə yadınızdan çıxmasın. 244 11 99, əvvəlinə 024. Bərabər deyə bəlkə. Onsuz da həmişə elə olur. Önünə 024 yığmaqla siz bizə düşə bilərsiniz. Azərbaycanın hər yerindən, əgər bizim sevimli psixoloqumuza Şəbnəm Sadıqovaya əgər sualınız varsa, buyurun, o hazırdır və əgər bir məsələ var, istəyirsiniz ki, ona xüsusi bir qəbulda olasınız və o sizin özünüzü, uşaqlarınızı Bir konsultasiya keçsin. Bir baxsın, məsləhətlərini versin, prodüserlarımızdan sizdən gelib onun nömrəsini və ünvanını soruşa bilərsiniz. Elə uşaq demişkən, burada bizim uşaq qonaqlarımız da var. Dəvət edəyikmi? Uşaq qonaqlarımız var, buyursunlar, gəlsinlər. Ümumi, bayaq biz dedik ki, məsələn, uşaqların nə kimi təsiri ola bilər, psixoloji təsiri, ailədəki dava, dalaş filan ən əsası aqressiya ilə özünü göstərir. Və bu məktəb yaşı dövründəsə uşaq artıq sinif yoldaşlarına davranışı, müəllimlərə davranışı və dərs zamanı özünü aparmasında çox böyük aydın görünə bilər. Müəllimlərimizin çox vaxt işlətdiyi bir söz var, uşaq ailənin güzgüsüdür. Məsələn, yaşımız az olanda bundan qəbul eləmirik, razılaşmırıq. Düzün, nətər yəni ailənin güzgüsüdür filan, mən ailəmin güzgüsü deyiləm. Amma yaşımız artdıqca artıq bu sözün nə qədər dərin mənası olduğunu anlayırıq. Və həqiqətən də uşağın davranışlarından çox rahat ailədəki situasiyanı anlamaq olur. Bunun üçün psixoloq, psixiatr olmağa ehtiyac yoxdur. Aydın gözlə görünür. Çox aqressiv olurlar. Bəzən belə də olur ki, məsələn, uşağı deyirsiniz ki, bu ata-anası da uşağa bax. Elə beş olan övladı. Biz bilmirik, ana bizlə can-ciyərim danışırsa evdə necə davranır. Biz bunu heç vaxt deyə bilmərik. Və insanlar çox vaxt yalan danışır. Bunu qəbul eləsək daha rahat yaşaya bilərik bu həyatda. Ümumiyyətlə, bu məncə çox ailələrdə belədir ki, insanlar ictimaiyyətdə, iş yerində bir başqadır, ailə həyatında bir başqa obrazlarımız var. Baxır, hansı obrazı necə icra edirik? Biz buna psixologiyada. Siz həyat yoldaşısınız, övladsız, bacısınız, ondan sonra rəfiqəsiz, iş yoldaşısınız, gör nə qədər rolunuz var və hər bir rola uyğun bir maska seçməlisiniz. Yəni, yoldaşınızla olduğunuz kimi, məsələn, rəfiqələrinizlə eyni davrana bilməzsiniz. Yəni, bir anasız, düzdürmü? Çoxdur rollar və hər birinin uyğun maskalarımız olmalıdır. Ay, nə bilim, maskalı insanlar filan, bunlar əslində yaxşı şeylərdir. Yəni, maskalı olmaq lazımdır bu həyatda. Çünki bu sizin əvvəlcə professionallığınızı göstərəcək, digər tərəfdən səmimiyyətinizi göstərəcək. Sadəcə o ikisinin arasındakı incə şeyi tutmaq, incə xətti tutmaq bizim öz həyat təcrübəmizə, dünya görüşümüzə bağlı bir şeydir. Aqressiyadan danışırdıq. Aqressiya Latın sözünü tərcümə eləyəndə hücum edən deməkdir. Elə buradan da bilinir ki, məsələn, uşaqlar aqressiv olanda necə hücuma meyillidirlər, davranışları artıq saldırgan olur, türklər demiş, yəni hücumkar olurlar və bu da təbii ki, aydın bizə göstərə bilir ki, o nədən öyrənir. Mən həmişə belə bir söz deyirəm, döyməyi öyrədir. Uşağı döyərək tərbiyə eləmək, onu başqalarını döyərək fikrini deməyə öyrədir. Ona görə valideynə həmişə məsləhət verir ki, bir-birinizi də döyməyin, uşağı da döyməyin, danışın, sadəcə onlara danışın, yəni bunun üçün yaşınız uyğun. Heç kimi döyməyin, yəni özünü müdafiə xarakterli olsa, əlbəttə ki, biri sizi döyürsə döyməlisiniz, amma yəni bu artıq normal, yəni ailə daxilində üsluba çevrilməməlidir, ünsiyyət vasitəsi olmamalıdır. Balalarımız əyləşə bilərlər. Bunu ailələr edir, amma nə deyib ona ayağa qaldırmaq olar? Uşaqlar, gəlin bura, gəlin. Ailələrdən biri belə bir söz deyib ki, hoş gəlmişsiniz, hamınız. Televizor pultini vuranda ki işləyirsə, Sonat xanım, buyurun, televizor pultini ki vuranda işləyir, niyə görə insanı döyəndə işlənməsin, yəni. Belə bir yanaşma da var, amma heç düzgün deyil. Maşallah. Gör, nə ilə müqayisə eləyiblər. Yəni. Bir zəngimiz var. Aha, buyursunlar. Sonra uşaqlarla davam edək. Hər vaxtınız xeyir, alo. Alo. Biz kimlə danışırıq? Xalilədir danışam. Aha, buyurun. Mən psixoloqa birinci salamlayıram bütün qonaqları. Mən psixoloqa bir sualım olacaq. Buyurun Xalidə xanım. Uşağımla bağlı da. Buyurun. Yəni ki, bir söz orada vurğuladınız ki, yəni ailədə söz-söhbətdə. Yəni ki, bizdə bəzən olur da belə söz-söhbət ailədə. Yəni ki, mənim oğlumun da 7 yaşı var. Yəni ki, ona görürəm ki, çox pis təsir edir də. Yəni ki, məktəbdə də dediyiniz kimi çox belə
Aqressivdir. uşaqdır da, Passivdir. aqressivlə yox, çox qorxaq, nə bilim, sıxılan belə bir şey hallar olurdu ona. Yəni müəllimlə ünsiyyətdə olmağı çox belə çətinlik çəkir də, yəni ki, ona görə deyirdim. Necədir situasiya evdə? Yəni Yaratmısınız artıq? Olur da, yəni ki, söz-söhbət hər hansı bir Hələ də davam edir. narazılıq, zat belə. Uşağınızda artıq özünə inam zədələnib belə anlayıram. 7 yaş özdə çox ehtiyat olmalı yaşdır. Uşağınız Yəni ki, artıq uşaqda bir hərəkət var ki, sarsılıb. məsələn, saçdayanıb görürsən ki, belə dırnaqlarını belə qopardır, adi hallarda da onda əsəb keçirdir, belə bir hallar nevroz olur. əlamətlərdir bunlar. Siz yaxşı olar ki, bir nevropatoloqla danışasınız, amma daha öncə mümkün qədər əlinizdən gəldiyinin maksimumunu eləyərək evdəki şəraiti düzəldəsiniz. Çünki bu istənilən həkimin yanına gedin, heç kimin sehirli çubuğu yoxdur. Yaxşı ola bilər uşaq həmin moment, amma yenə eyni şəraitə qayıdacaq. Ona görə də mümkün qədər evdəki şəraiti düzəldin Xalidə xanım. Mən bilirəm sizin üçün bəlkə də çətindir. Tək öz öhdənizə də götürə bilməzsiniz, amma yoldaşınızla danışmağa çalışın, uyğun bir dillə anlatın, çünki bu belə davam eləyə bilməz. Övladın məsuliyyəti daha çox sizin yükünüzü artırır və ən vacibi də odur hal-hazırda. Aydındır, çox. Uğurlar sizə. Çox sağ Ayla olun, xanım, Xəldə minnətdarıq xanım. sizə. Çox sağ olun zənginiz üçün. Və bir də hər kəsə İnşallah deyirik ki, problemlər aradan bu qalxar, psixoloji hər şey məsələlərdə yaxşılar. bizim cəmaət niyəsə utanır, çəkinir. Bəzən də deyir ki, yox, qonşu biləcək, falan kəs biləcək, mənim evimin içində olan. Biz anonimliyi saxlayırıq. İstəsəz Narahat adınızı olmayın. söyləməyə Zəng vurun, bilərsiniz. adınızı deməyək efirdə. Probleminizi çatdırın. Şəbnəm xanım, nə edirsiniz siz? Hə, Biz bir test eləyəcəyik. bu testi çox uşaqlarla. sevirəm Siz mən. danışanda mən vaxtdan istifadə eləyib dedim. tam aydın olacaq ki, Bağışla. mən bu testi bir dəfə psixoloqumuz tərəfindən bir balaca uşaq üzərində tətbiqini görmüşəm və birazdan tam aydınlığı ilə psixoloqumuz deyəcək ki, hansı uşağın belə deyim, psixikası hal-hazırda hansı səviyyədədir, Onu hansı böyüklər üçün vəziyyətdədir. eləmək mümkündür. Böylər Ona- sizə nəzərdə tutmuşam, bir test bunu eləyəcəyik. Ona diqqət necədir, ümumiyyətlə həyatda istədikləri nədir, eləmi? Bu testindən aydın eləyə biləcəksiniz. Şəkil Bu çəkəcəklər, hə? Bu test aqressiya ölçümü üçün istifadə olunan diaqnostik bir testdir. Uşaqlarda nəzərdə tutulur, obyektiv test deyilir türklərdə. Uşaqlara bir təlimat verəcəyəm və onu tətbiq eləyəcəm. Sonra biz baxacağıq ki, hansılarının daxilində aqressiya var, impulsivdir. Başlayaq. Deməli, mənə baxın. Yox, bir şey çəkmə hələ. Mən tapşırığı verməmişəm. Bunu çevirək. Hamı hazırdır. Bəli. Kaktus bilirsiniz də nədir? Kaktus. Kaktus şəklini çəkin mənə. Gözünüzün qabağına necə gətirirsinizsə elə də kağıza çəkin. Yaxşı? Başlayın. Ay Allah, kaktus nədir görəsən? Məncə kifayət qədər yaşınız var və bunu bilməliydiniz. Dibçəklər var evdə, hə? Kaktus. Dibçək var evdə. Tikanlı belə olur, Kaktus tanıyırsan? Tanımırsan. Kaktus tanıyırsan? Müəllimə, heç biri bitkilər kaktus haqqında ay məlumat valideynlər, ay mənim xalqım, ay mənim əzizlərim, xahiş olunur, yəni kaktusu tanıdım uşaqlara. Belə olmaz Başqa birisi vallahi. var, başqa Yəni birisi. gördüyüm qədərilə 4 yaş və üzəri uşaqlardır və lüğətlərində artıq belə sözlər olmalı idi. Kaktus olmasın, nə olsun əvəzinə? Əl şəkli çəkin bir dənə mənim üçün. Əl çəkin. Əl çəkin bir dənə. Əl necə olur? Əl çəkin, əl. Bunu bağçada öyrədiblər, mən bilirəm onları necə çəkəcəklər. Əl qoyacaqlar belə, ətrafını çəkəcəklər. Gözləntim deyil o idi. O üslubdan istifadə edəcəkdim. Çəkin. Hamı senin üsuldan istifadə elədi. Ay Allah. Kaktus deyəndə hamısı müəllimlərinə baxdı. Nə çəkək? Elə biz də müəlliməyə baxdıq. Çox vaxt rus və Azərbaycan dillərini qarışdıran uşaqlarda lüğət sıxıntısı yaşanır. Məsələn, soruşursan ki, o nədir? Deyir lampadır. Eləsi də deyir işıqdır. Hansı ki, konkret, yəni demək lazımdır. İşıqdır, amma həm də lampadır. Yəni işığı Yəni yanır belə düzdür. görürsün ki, kaktusun bir ayrı adı yox. Tikan deyə bilərlər. Tikanlı Bəlkə gül, yəni tikanlı məsələn, gül. yox, başqa ada ehtiyac yoxdur. Axı uşaqlar bilməlidirlər. Yəni evdə ən az Bir dəfə Bir 15-20 əlləri 10 kaktus 10 nəysə ailədən yadlarında 8-ində qalacaq. kaktus var yəni evdə. Hə, Belə çox anlayın. ailələrdə demək olar. Kimin evində kompüter var idisə, o vaxt hamı belə kompüterin yan yörəsində düzürdü ki, sanki kompüterdən bir 4-cü dünya, 3-cü dünya müharibəsi başlayacaq. Kaktusu qoyublar, gəlməsin. Amma bu sübut olur Qabağına ki, bir bunun dənə heç bir ekran. xeyri yoxdur. Artıq bunu yəni sübut təsdiqlədilər. edilər. Ha, hə, bunlar çəkdilər. İndi içərisini rəngləyin. Əlinizdəki karandaşla.
mən ümumi məlumat verim. Məsələn, kaktus testi eləyəndə uşaqların kaktusunu necə çəkməyi çox önəmlidir. Orada sıx tikanlarmı eləyib, uzun tikanlarmı eləyib, ucu iti olan tikanlardan istifadə edib, arasında ziqzaqlar mı var? Bütün bunları, o xırda detalları toplayaraq biz çox yaxşı bilə bilərik ki, uşaqda aqressiya var ya yoxdur. Egosentrik olub olmama, egoist olub olmamaqda o test vasitəsindən bilmək olur. Necə maraqlıdır. Şebnem xanım, əməkdaşlarımız deyirlər ki, bizim çox az vaxtımız qalıb reklama qədər və reklamdan sonra da çox belə böyük bir vaxtımız yoxdur. Gəlin belə deyək, uşaqlarla paralel bizim üzərimizdə nəsə eləmək olar mı? Aqressiya testini eləmək olardı, amma bu mümkün olmayacaq. Çünki bir neçə suallardan ibarət testi klinikada tətbiq olunur bu pasientlər üzərində. Ona görə efirdən sonra biz sizlə davam eləyə bilərik. Təəssüf ki, tamaşaçılarımız söyləmişdi ki, efirdən sonra belə deyim, sizin də üzərinizdə bir şeylər yoxlarıq. Əslində bizə maraqlıdır. Bütün qonaqlarımız gəlsə, bütün sahələrdə onlardan belə deyim, yaxşı mənada istifadə etməyə çalışırıq. Yəni bunu etməlisiniz də, çünki maraqlı fürsətdir. Deməli, əl testi ilə də onu necə rənglədikləri, əl şəklini necə çəkdikləri, barmaq uclarını, ovucun içini filan onları analiz eləməklə, düzdür, məslək sırrıdır, mən bunu deməyəcəm ekranda. Onu analiz eləməklə çox yaxşı bilmək olar ki, uşaqlarda daxili aqressiya varmı, egosentrikdirlərmi və yaxud da ünsiyyət problemləri varmı? Burada bir balacadır, deməli, həm sağla çəkir, arada ötürür solla çəkir, sonra yenidən sağla çəkir. O ola bilər. Kəndi də istifadə edə bilir. Maşallah. Solaxay deyək ki, məcburi sağa öyrədirlər onu. Mən buradan çox xahiş etmək istəyirəm. Bütün bağça müəllimələrim, məktəb müəllimləri eləməyin bunu qətiyyən. Reklamlarımız var, sonra davam edəcəyik uşaqlarla elə Şəbnəm xanımla birgə. Və belə artıq qayıtıq studiyaya. Artıq yavaş-yavaş yekunlaşmaq üzrə. Uşaqlar burada əl şəkillərini çəkirlər bizim psixoloqumuzun təlimatı ilə. Ancaq bir məsələni qeyd edim. Bizim sponsorumuz bilirsiniz Herbafloradır. Herbaflora ilə bağlı bir maraqlı bir çarx var. Bəli. O çarxı izləyəndən sonra hamımız gedib Herbaflora məhsulunu alacaqsınız. 100% əmin olun. Gəlin baxaq, sonra davam edəcəyik. Danış görüm, ne edersen? Sesim kimi bütün bedenim esir. Ağrımayan yerim yoktur. Rab senin kimi. Ben ağrımıram. Top kimiyim. İnanmırsan havalam. Kıra durun. Gördün? Herbaflora içersen, benim kimi edersen. Herbaflora bitki ve fito çaylarını aptek ve dükkanlardan soruşun. Bu da Herbaflora'nın belə deyim ki, ən maraqlı və belə deyim pozitiv çarxı idi. Yeri gəlmişkən buradan da bütün Herbaflora əməkdaşlarını, bütün şirkətin başına, hər kəs salamlayırıq. Uğurlar sizə və artıq yekunlaşdı. Nəysə bir söz demək olar artıq? Ümumiyyətlə bu efir vasitəsilə biz qlobal bir problemi aşkarladıq ki, həqiqətən ürəyimdə qalmışdı o. Uşaqları yaşına uyğun olmayan söz bazası olmağı, valideynlərdən, uşaqların müəllimlərindən, bağça müəllimələrindən çox xahiş eləyirəm ki, lütfən uşaqların söz bazasının inkişafı ilə daha çox söz bilməkləri üzərində məşğələlər aparsınlar. Yəni 4 yaşında, 5 yaşında uşağı artıq çox şey bilməlidir. Yəni danışıqda nədir? Biz bunu soruşuruq, bunu bilmiyorsunuz. Yəni kaktus testi bizə gör nələri bilməyimizə, nələri aşkarlamağımıza səbəb oldu ki, bu da sizlər şahidi oldunuz və lütfən bunun üzərində işləyin. Uşaqlar kasad qalmasınlar. Sonra onların ünsiyyət problemi yaranır. Nevroz nədən yaranır? Özünü ifadə eləyə bilməməkdən. Ona görə də qoyun uşaqlar özlərini ifadə eləmək üçün kifayət qədər söz bazaları olsun, yəni lüğətləri yaşlarına uyğun olsun. Və biz uşaqlara heç vaxt belə deyim ki, əl qol atmağa imkan vermirik. Sakit dur, otur bir yerdə dəymə, eləmə. Böyük danışanda balaca danışmasın. Axı balaca danışmalıdır ki, böyük onu tanısın, fikrini bilsin. Bir telefon zəngi var studiyaya. Cavablandıraq, sonra biz uşaqlarla davam eləyəcəyik. Çox az vaxtımız qalıb çünki. Alo. Alo. Alo.
olmadı. Sonra cəhd eləyəcəyik. Problem Hə, niyə? Uşaqlar deyəsən bitiriblər. Yox, mən indi şərhini vermək etik olmaz. Çünki uşaqlar bir növ damğalamış kimi olarlar. Artıq müşahidəm nəticəsində gördüm. Bəzi uşaqlar ovuc içərisini çəkməyiblər. Mən fikirləşdim bəlkə üslub olar bu belədir, amma görürəm ki, bəzilərində ovuc çəkilib tamdır, əl şəkli. Ovucun olmamağı bəzi natamamlığı göstərə bilər bizə. Belə deyək ki, fərqli olaraq deməyin, ümumi deyil. Nə demək? İşarə ola bilər bu. Aha. Yəni fərqli Ovucun deməyin. tam olmamağı, əl şəklinin tam olmamağı. Məsələn, bax birini göstərək də, olarmı? Keçin. Kimin qarşısına götürdüyünüzü göstərməyin, amma Göstərmirik. ümumi yığın kağızları arasından seçək birini. Yox, onlarda. Çox sağ olun dostlar, siz kömək elədiniz bizə. Təşəkkürlər sizə. Bu bizim studiyada qonaq olan uşaqların çəkdikləri əllərdir. Elə başlayaq bununla. Burada bir aqressiya var deyə bilmərik. Dırnaq ucları da tam yuvarlaq şəkildədir. Detalları çox deyə bilmərəm. Məslək sırrıdır. Amma ovuc içinin olmaması bir çox məsələlərdə bizə fikir verə bilər. Ancaq buna keçməzdən əvvəl Naxçıvanın bir zəng var. Buyursunlar. Verək, sonra davam edək. Buyursunlar. Alo. Alo? Alo, salam. Salam. Siz salamlayıram. Uşağın elə 6 yaşı vardı. Uşaq kəkəlir də, yəni cümləni quraşdıranda kəkəlir. Zəhmət olmasa bir onun məsləhətini deyərdiniz də, nə eləmək lazımdır? Sözlərimi təkrarlayır. Məsələn, tutaq ki, deyirsiniz necəsən, deyir necəsən. Cümlə quranda sözləri ilə tərs-tərs deyəndə yaxşı danışır, sözlər tələffüz edə bilir. Ancaq cümlə quranda sözlər kəkəlir də, danışa bilmir, səsini çəkir. Nə etmək lazım idi? Siz yaxşı olar ki, əvvəlcə bir nevropatoloqla görüşəsiniz, müayinə eləsin. Yox, göstərmişəm, yəni 200 kurs müalicə alıbdı, ancaq effekti olmayıb da. Onda siz nə məsləhət görə bilərdiniz? Naxçıvanda yaşayırsınız, orada bir mütəxəssis araşdırın, logoped psixoloq, ikisinin yanaşı seanslarını qəbul eləyin. Uşaqda psixoloq stres faktorunu araşdırsın, onun üzərində işləsin. Logopeddə əgər fizioloji, onun sahəsinə uyğun bir şey varsa, onunla bağlı üzərində işləyəcək. Yəni dərman yəni vermişəm çox dərmanda, yəni istəmirəm çox bir yəni çox dərman vasitəsilə. Körpədir, dərmanla çox yüklənməyin, daha çox məşğələləri aparın onu. Logoped və psixoloqun qoşa məşğələlərinə. Əgər mümkündürsə, uşaq yəni çox kompleksli olur uşaq, yəni çox əziz çəkir də, özü narahat olur. Təbii ki, fikrini ifadə eləyə bilmir, ətrafdan biraz izolə olunur, utanır, özünə inam aşağı enir. Yəni kəkələmə deyirik, amma özü ilə çox problemlər gətirir. Nevropatoloqla görüşməyə hərdən davam eləyin, amma ən çox da logoped və psixoloqla məşğələlərə davam eləyin. Yaxşımı? Uğurlar sizə. Minnətdaram sizə. Və keçək o bir Ovuc içinin uşaqlara. olmaması nə deməkdir? Natamamlığı göstərə bilir bizə, yəni tam olaraq. Çünki fikir verdinizsə digərlərində Natamamlıq dedikdə məsələn ailədə hansısa bir belə deyim bir tərəfin olmamasıdırmı yoxsa? O da ola bilər və yaxud Yoxsa da ünsiyyət çatışmasıdır. ayrılıq qorxusu var uşaqda, ona işarə eləyə bilər. Yəni bizim xəstəlik diaqnostikasında gedir o diaqnoz kimi ayrılıq qorxusu. Burada fikir verirsinizsə tamlıq yoxdur barmaqlarda. Müəyyən qədər aqressiyanı göstərə bilər. Bir də uşağın öz daxili gərginliyindən xəbər verə bilər bizə. Hara uçursun, gəl bura. Bu Burada qədər nəysə oxşatmağa çalışır. Burada çox kəsişən xəttlər var, görürsüz. Bunu əvvəlcə deyə bilərik ki, bəlkə içinin rənglə təlimatına uyğun eləyib uşaq. Bir də bir tonlu rəngli karandaşla, amma nəticədə tam ümumi quruluşa baxanda deyə bilərik ki, daxili gərginliyi var uşağın. Bu yetişə bilməyib çəkməyə. Burada ovuc məsələsi görürsüz ki, ovuc tam deyil. Və baş barmağına bağlı biraz sıxıntı var. Utancaqlığından xəbər verə bilər uşağın. Bu da tam çəkilməyib, amma təlimata uyğundur. Doldurub, yəni içərisini mən içini rəngləyin dediyimə görə deyə bilmərəm ki, uşaqda aqressiya və yaxud da gərginlik var. Çünki ziqzaqlar görünmür orada. Ümumi rənglənmiş bir əldir, yəni. Bitdi. Mən belə anladım ki, bizim cəmiyyətdə olan uşaqlar, balacaların çoxsunda bəzi problemlər artıq ailə daxili problemlər özünü göstərir. Bu çox böyük bir
Uşağın Minusu bütün da cəmiyyətin gələcəyinə minusu. təsir eləyir. Bu uşaq sahibi olmaq heç də ona xoşbəxt həyat vəd eləmək demək deyil. Valideynlərə əvvəlcə məsləhətim odur ki, daha doğrusu subaylara deyirəm mən bunu. Hazır deyilsinizsə evlənməyin. Evlənmisinizsə əgər hazır deyilsinizsə uşaq dünyaya gətirməyin. Hər nə qədər ətrafda baskı eləsələr də sizə gedib gəlib soruşsalar da uşaq varmı? Bir şey yoxdur bu. Sualı verirlər çox vaxt. Yəni möhkəm olun. Möhkəm olun. Yoxdur. Yəni özünüz ər arvad ikinizin arasında olan hazırlıq əgər tamdırsa, ikiniz bir-birinizi anlamısınızsa, evliliyi yürüdə bilirsinizsə, elə də uşaq dünyaya gətirin. Amma belə başqaları nə deyər, cəmaət nə deyər kimi dəhşətli o yükün altına girib də uşaq dünyaya gətirəsiniz və bir sıra problemlər ortaya çıxsın, cəmiyyətə yararsız bir insan kimi özünü hiss eləsin o uşaq, ona görə dəyməz, həqiqətən dəyməz. Çünki uşaqlar seçmirlər ailələrini, siz də necə ki seçməmisiniz. Ona görə də çalışın ki, qarşılıqlı hazırlıq şəklində olsun bu. Şəbnəm xanımın söylədiklərini yəni əlavə eləmək bir fikrim yoxdur, ehtiyac yoxdur buna. Bir məsələ mən deyim, deməli uşaqlar barədə danışırıq, psixoloji məsələlər barədə danışırıq. Bir balaca gecikdiyimiz məqam var. Söhbət bizim yardımımızdan gedirdi. Nəriman Məmmədovla bağlı məsələni xatırlatmasam keçməyəcəyik biz. Biz həmin süjeti verməyəcəyik, ancaq mümkünsə ekranda ilə studiyada biz kadrları görək. Deməli, Nəriman Məmmədov operatordur, televiziya operatordur. Bu insan serroza yaxalanıb və vəziyyəti həqiqətən də pisdir. İndi bizdən yardım istəyir. Mən buradan istəyirəm bütün bizim həmkarlarımız, bütün dostlarımız, televiziya, radio, bütün mətbuat, saytlar gündən-günə göbələk kimi artır. Yaxşı mənada bu sözü başa düşün. Yəni sayınız çoxdur. Nə isə eləyə bilərsiniz. Sizin nə isə gücünüz çatar. Bax, Nəriman bəyə gəlin kömək eləyək, yəni ona həyata qaytaraq və bu çox asandır. Bir məsələni mən xatırlatmaq istəyirəm. Dünən bizim bu sujetimiz efirə gedəndən sonra bizə bir yazdı, bir izləyicimiz yazdı. Söhbət Təbrizdən idi. Təbrizdən bizə yazdılar. Həkimlərdir və dedilər ki, biz Nərimanla bağlı bütün məsələni həll eləyə bilərik. Bunu öz üzərimizə götürürük. Biz bu məsələni araşdıracağıq bugün. Bütün dəqiq detallara varacağıq və növbəti günlərdə bu məsələnin üzərinə düşəcəyik. Nərimanın ailəsinə buradan bildiririk ki, narahat olmayın, yaşamaq gözəldir. Bu məsələnin üstünə düşüb və bunu həll etməyincə biz bu söhbəti tutarmayacağıq. İnanırıq ki, bəli, sevinəcəyik sonunda. Yəni, necə ki, keçən, belə deyim ki, yardımımızda belə sevindik, sevinç hissləri yaşadıq, yenə də Nərimanla da bağlı hissləri yaşayarıq. Elə o cümlədən də məhz Taley ilə bağlı, Taley Qasımov, hansı ki, 29 yaşlı izləyicimiz idi, ayağına problem var idi. Onun da hal-hazırda Türkiyəyə gedib müayinə olunması üçün bu sənəd işləri həll olunur, pasport üçün müraciət olunub və bu məsələni də, bu periodu da biz izləyirik, dəqiqliklə narahat olmayın və o Türkiyəyə yerəcək yenə də müayinə məlumat olacaq. verəcəyik bu barədə də. Təbii ki. Mən sizə Şəbnəm xanım, çox sağ olun. vaxt gəldi, uçdu çıxdı, getdi. Biz çox belə... Mən hələ efirdən sonra da həvəslə gözləyirəm. Uşaqlar, siz sağ olun. Minnətdaram sizə. Balacalarımız sağ olsun. Buradan bütün bu bağça müəllimələrinə, məktəb müəllimələrinə, uşaqlarda söz bazasını çox xahiş edirəm, artırın. Artıq şeirlərə 10 dəfə təkrar etdirməyin əvəzinə əlavə nəyisə öyrənin. Çox xahiş edirəm sizə. Və bir balaca da uşaqlarda böyük problemdir Azərbaycanda. Düzgün danışıq, düzgün ifadə, düzgün tələffüz məsələlərinə diqqət yetirin. Bugünü bizdən bu qədər. Buyurun və siz son müraciət sağlaşırıq. Uşaqlardan əgər söz gedirsə yükləməyin. Uşaq rus dilini bilməsə də olar. Yəni böyük bir qəbahətdir. Onsuz da məktəb yaşı dövründə universiteti keçəcək, yəni seçim eləyəcək. İstəyirsə lap alman dilini, yapon dilini öyrənsin. Qoy əvvəlcə səlist evdə hansı dil dominantdırsa onu öyrənsin. Hamıya uğurlar, psixi sağlamlığınızın qeydinə qalın. Və biz sabah eyni saatda 2:00-da burada olacağıq. Sizi də gözləyəcəyik. Hamınızı Region TV-də. Özünüzə yaxşı baxın. Sağ olun.